Bir son dəqiqə xəbərini diqqətinizə çatdırırıq. Belə ki, Azərbaycan Ermənistana dizel göndərir. Gündəm xəbərin efirində 25 fevral tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Azərbaycanda Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur. Gündəm xəbər APAya istinadən xəbər verir ki, həmin həcmdə, yəni 4500 ton dizel yanacağı bugün dəmir yolu vasitəsilə Azərbaycandan yola salınmış olacaq. Qeyd eləyək ki, məhz Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən ilin dekabrın 18-də Azərbaycan Ermənistana neft məhsullarının ixracına başlanılıb və odur ki, növbəti belə bir addım isə məhz dizel göndərimi oldu və Azərbaycan Ermənistana məhz 4500 ton dizel göndərdi.